Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə baxacağımız mövzu article'dır. Article'ın iki növü vardır. Qeyri-müəyyən article, müəyyən article. Qeyri-müəyyən article özü də iki yerə bölünür. A-N, müəyyən article isə D olaraqdan yazılır. İlk növbədə qeyri-müəyyən article-la birlikdə başlayaq. Qeyri-müəyyən artikellar yalnız sayıla bilən təksimlərin qarşısında istifadə olunur. Və yaxud da N artikelinin yazılması yazılışdan deyil, səsdən, yəni tələffüzdən asılıdır. Əgər samitlə başlayarsa, bu zaman artiklı, əgər saitlə başlayarsa, bu zaman N artiklı yazılır. Birinci nümunədən gördüyümüz kimi sözün özü U hərfi ilə, yəni saitlə başlayır. Lakin tələffüzə diqqət edirək. University Y hərfi ilə, yəni samitlə başlayır. Bu səbəbdən biz də səsə, yəni tələffüzə diqqət yetirdiyimiz üçün burada artiklını yazmışıq. Aşağıdakı nümunəyə diqqət yetirək. Umbrella saitlə başladığı üçün N artiklı yazılır. Ekranda gördüyünüz sözlərə diqqət yetirək. Hər biri ilə hansı artiklın istifadə olunmasını düşünək. Our şəklində, yəni O hərfi ilə başlayaraqdan tələffüz olunur. Tələffüzdə saitlə başladığı üçün bu səbəbdən N artiklı yazılır. Aşağıdakı nümunədəki yazılış isə saitlə başlayır. Lakin year olaraqdan, yəni Y hərfi ilə tələffüz olunaraqdan başladığı üçün artiklı yazılır. Əgər ismin qarşısında sifət olarsa, bu zaman artikl sifətdən əvvələ keçir və sifətin ilk səsinə əsasən və yaxud da N yazılır. Artiklı mən sözünün birinci səsinə görə yazılır. N mən olduqda isə artıq mən sözünə deyil, onun qarşısındakı sifətə baxıram. Qarşısındakı sifət old olaraqdan tələffüz olunub, sait səslə başladığı üçün N artiklı yazılır. İlk dəfə haqqında danışılan, dinləyənə hələ məlum olmayan, sayıla bilən təksimlərin qarşısında N artiklı istifadə olunur. Həmçinin nida cümlələrində what əvəzliyindən sonra əgər sayıla bilən təksim gələrsə, bu zaman N artiklını mütləq yazmaq lazımdır. Nida cümlələrini keçərkən bu struktur sizə daha aydın olacaq, amma indidən bunu vurğulayım ki, what yazılıb, whatdan sonra sifət, üstəgəl, isim gəlib. Buradakı ismə görə, ismim də gördüyünüz kimi təkdədir, sayıla biləndir. Bu səbəbdən mən artiklını yazmışam. Şəxsin və yaxud da əşyanın kim və nə olduğunu bildirdikdə bu zaman N artiklından istifadə olunur. Məsələn, Tamam hüquqşünasdır, Nuraynə həkimdir, Fatimə diş həkimidir, Nərmin hüquqşünasdır. Gördüyünüz kimi burada hər birinin kim olduğu bildirilir. Bu zaman baxmayaraq ki, söhbətin kimdən getdiyi məlumdur, amma yenə də mən artiklından istifadə edirəm. Such, razor, quite sözlərindən sonra N artiklı yazılmalıdır. Vaxt, məbləğ, məsafə, ölçü bildirdikdə də və yaxud da N artiklı istifadə olunur. Həmçinin hundred, thousand, million sayıları ilə də artiklı istifadə olunur. Lakin bu sayıların özünü cəmləndirdikdə, məsələn, hundreds of, thousands of, bu zaman artıq qarşısındakı artiklı silinir. Çünki mənim artıq burada yəni cəm şəkilçim özünü göstərir. N artiklına ehtiyac yoxdur. Bunu əvvəlki dərsimizdə sayılmayan isimlər bölməmizdə keçmişdik. Yenidən vurğulayaq ki, bəzən sayıla bilməyən isim sayıla bilən təksimlərin qarşısında təyin kimi çıxış edir. Bu zaman artikl işlənir, lakin bu işlənmiş artikl birinci ismə yox, ikinci ismə aid olur. Nümunəyə baxaq. Furniture, mebel sayılmayan isimdir. Sayılmayan isim olduğu üçün qarşısında heç bir artikl istifadə olunmamalıdır. Lakin ikinci nümunəyə baxaq. Furniture shop artıq burada mebel mağazasıdır və mebel sadəcə təyin kimi çıxış edir. Bu səbəbdən artiklı shop'a aiddir, mebel sözünə aid deyil. Bu sözlər sayıla bilməyən isimlərin qarşısında istifadə olunan sayıla bilən sözlərdir. Yəni təkdə verilərsə, bu zaman qarşısında və yaxud da N artiklının istifadə olunması mütləqdir. Seçmə suallarda isim sayıla bilən tək olarsa, seçmə sualları detallı keçəcəyik. Qısaca vurğulayaq ki, seçmə suallar OR vasitəsilə düzəlir. 7-ci sinifin materialında keçmisiniz. Burada qeyd olunur ki, sən şagirdsən, yoxsa müəllim. Artıq təkdə olduğu üçün qarşısında artiklının verilməsi mütləqdir. Seçmə suallarda mən D artiklından yox, N artiklından istifadə edirəm.
To have sözü əsas leksik mənasını itirərəkdən başqa məna ifadə etdiyi birləşmələrdə an article ilə istifadə olunur. Artıq buradan belə bir sual meydana çıxır. To have sözünün əsas leksik mənası nədir? To have sözünün əsas leksik mənası var, vardır deməkdir. Məsələn, I have a book. Mənim kitabım var. Lakin digər mənalarda, məsələn, to have a rest, istirahət etmək, to have a good time, yaxşı vaxt keçirmək, to have a walk, gəzintiyə çıxmaq, to have a bath, vanna qəbul etmək, to have a talk, danışmaq, to have a shower, duş qəbul etmək. Bu birləşmələrdə an article-nın istifadə olunması mütləqdir. Lakin xüsusi vurğulamaq lazımdır ki, to have sözü yemək adlarla işləndikdə article istifadə olunmur. To have breakfast, lunch, dinner, supper. Bunların qarşısında article yoxdur. Ümumi olaraqdan da qeyd edək ki, yemək adlarının qabağında article istifadə olunmur. Müəyyən artiklı, the artiklı, bu artiklı əvvəlcədən məlumat verilmiş, dinləyənə məlum olan isimlərin qarşısında istifadə edirik. She loves flowers. Burada ümumi mənada bildirilir ki, o gülləri sevir. Lakin diqqət yetirək ikinci nümunəyə. She loves the flowers in your garden. Burada artıq müəyyən bir yerdən söhbət gedir. Yəni sənin bağçandakı gülləri o sevir. O səbəbdən də qarşısında the article qoyulub. Tək varlıqlar adı üstündə tək varlıq olduğu üçün qarşısında the article olmalıdır. Günəş, ay, yer kürəsi, dünya, səma hər biri tək varlıqlardır. Dövlət İmtahan Mərkəzinin proqramından çıxaraqdan maraqlı bir faktı sizlə bölüşmək istəyirəm. The Earth və The World hər ikisini dünya olaraqdan tərcümə edirik. Lakin The Earth yer kürəsi, The World dünya, yəni ümumi olaraqdan yer kürəsi, günəş, ulduzlar, yəni bunların hər birinin mövcud olduğu dünyadan söhbət gedir. Üstünlük dərəcəsində olan sifətlərin qarşısında üstünlük dərəcəsini düzəltmək üçün biz the most və the est birləşməsindən istifadə edirik. Əgər sifətin üstünlük dərəcəsini görürsünüzsə, onun mütləq qarşısında the article istifadə olunmalıdır. The most interesting, the longest. İsimləşmiş sifətlərlə. Əgər biz sifətin qarşısında the article-ını görürüksə, demək ki, həmin sifət isimləşib və bu zaman xüsusi vurğulayaq ki, cəmlik bildirir. The old, yaşlılar, the poor, kasıblar. İnsan soyadı bütöv ailəni bildirdikdə bu zaman the article soyadın qarşısında istifadə olunur. Sıra sayılarının da qarşısında the article yazılmalıdır. The first, the second, the third və s. və l. Play fiili musiqi ayətləri ilə işləndikdə bu zaman article yazılır. Play the guitar, play the piano, ifa etmək mənasında gedir. Dillər language sözü ilə. The Spanish language, Spanish. Bunu beləcə ümumiləşdirə bilərik ki, ya ikisi də olmalıdır, yəni həm də language sözünü yazıram, ya da heç birisi olmur, yəni nə de, nə də language sözünü yazmıram. Lakin hər ikisinin də mənası eynidir, yəni dilləri bildirir. Su hövzələri ilə, yəni çaylar, dənizlər, okeanlar, göllər, kanallar, boğazlar hər biri ilə the article istifadə olunur. Biz burada istisna olaraqdan körfəz adlarını qeyd edirik və base sözü mənə bir ipucu olaraqdan verilir. Göllərin qarşısında ulduz qoymuşam. Bunu növbəti slaydımızda aydınlaşdıraq. Göl adlarının qarşısında ya lake sözü, ya da the article olmalıdır. Hər ikisi eyni anda ola bilməz. The Baikal, Baikal Lake. İkisindən biri olmalıdır. Adalar qrupu, səhralar, dağ silsilələri, bunlarla the article istifadə olunur. Bu ikisini xüsusi yadda saxlamağınızı istəyirəm. Adalar qrupu, bir də dağ silsilələri. Adaların çoxluğu və dağ silsilələri, yəni dağların çoxluğu olarsa, bu zaman the article istifadə olunur. Sahil sözləri bank, coast, shore hər biri ilə the article istifadə olunmalıdır. Həmçinin Londonun hissələri ilə, coğrafi cəhətlərlə də the istifadə olunur. Belə bir sual yaranır. Qitə, ölkə, ərazinin qarşısında coğrafi cəhət olarsa the article istifadə olunmalıdırmı? Ümumiyyətlə qitə, ölkə, şəhər bu tipli yerlərin qarşısında heç bir article istifadə olunmur. Bu səbəbdən də onların qarşısında coğrafi cəhət olsa belə the article-ını istifadə etməməliyəm.
Ölkə adlarımızdan bəzi bizim istisnalarımız var. Republic, Union, Kingdom, State, United Emirates, Federation. Bunlar istifadə olunarsa, bu zaman qarşısında D artiklı olur. Lakin əksi təqdirdə, əgər ölkə adıdırsa, qarşısında artikl istifadə olunmur. Həmçinin bizim bəzi istisna ölkə və şəhərlərimiz də var. Bu sözləri biz bilməliyik, çünki qarşımıza çıxa bilər. Bu zaman biz aldana bilərik ki, ölkələrlə, şəhərlərlə artikl istifadə olunmur, amma hansı ki, bu qeyd olunanlarla artikl istifadə olunmalıdır. Millət adlarının qarşısında D artiklı yazılır. Belə isimlər cəm olaraqdan götürülür, lakin bu isimlərin tək formasında düzəltmək mümkündür. Tək formasını düzəldərkən woman, man sözlərindən istifadə olunur. İsmin cəmlənməsi mövzusunda bunu keçmişdik. Bəzi millət adlarımız var ki, onlar təkdə cəmdə isə D artiklı ilə işlənir. Ekranda qeyd olunanlar bizim istisna olaraqdan verilmiş sözlərimizdir. Qalan millət adları isə təkdə qəbul edir, cəmdə isə sadəcə sözün sonuna s əlavə olunur. Təkdə n qəbul olunub, cəmdə isə d yazılıb və sonuna s əlavə olunub. Bəzi sözlərimiz də var ki, onların qarşısında d artiklının yazılması mütləqdir. The same, the difference, the following, at the end, the whole, the only, the radio. Bu sözlər qarşınıza testlərdə çıxacaq. Tam əzbərlənilməsə belə ən azından göz yaddaşı ilə 5-6 dəfə baxın ki, hər dəfəsində təkrar zamanı da xüsusi diqqət yetirin ki, qarşınıza çıxdıqda və yaxud da ən yazmayın. TV sözünün isə qarşısında D artiklı istifadə oluna bilməz. Next və last məsələsi burada diqqət yetirmək lazımdır. Next və last zaman məzmunlu olduqda D artiklı işlənmir. Gələn il, keçən həftə, mən nə vaxt, nə zaman sualını verərəkdən həmin sözlərə sual ünvanlaya bilirəm. Lakin aşağıda isə növbəti səhifə, axırıncı stansiya sadəcə növbəti, axırıncı mənasındadır, zaman məzmunlu deyil. Bu şəkildə artıq onların qarşısında D artiklını verməliyəm. The next page, the last station qarşısında artikl olmalıdır. Age məsələsi konkret bir yaşı bildirirsə, D, erkən, orta, qoca yaş mənasında isə n artiklı ilə istifadə olunur. Konkret bir yaşı bildirdiyi üçün D artiklı yazılıb, lakin ümumi olaraqdan erkən yaşı bildirdiyi üçün n artiklı yazılıb. Of sözünüsü ilə birləşərək cansız əşyaların yiyəlik halını bildirən söz birləşməsindəki hər iki ismin qarşısında D artiklı yazılmalıdır. Of sözünüsü yazılıb, sol tərəfindəki sözün qarşısında da D artiklı var, sağ tərəfində olan sözün qarşısında da D artiklı yazılıb. Amma diqqət yetirək ki, əgər bu birləşmədəki hər hansısa bir isim ümumiyyətlə artiklsız istifadə olunursa, burada da artikl yazılmayacaq. Məsələn, biz öyrəndik ki, ölkələrin qarşısında artikl yazılmır. Sırf of var deyə mən artikl yazım, xeyr, bu mümkün deyil. Çünki ölkələrlə heç bir artikl istifadə olunmur. How ilə başlayan nida cümləsindəki isim cümlənin mübtədası olarsa. Yenə nida cümlələrində keçəndə daha sizə aydın olacaq. Amma how beautiful the girl is burada how ilə başlayan bir cümlə olduğu üçün buradakı mübtədanın qarşısında mütləq D artiklı yazılmalıdır. Günün üç hissəsi, yəni morning, afternoon, evening bunların qarşısında in ilə birlikdə D artiklda istifadə olunmalıdır. Yaşayış məntəqəsində yerləşib hər kəsə məlum olan bir sıra obyektlər, stansiya, stadion, bank, opera, poçt ofisi, teatr və s. və l. Həmçinin burada bəzi istisna sözlər də verilib, paytaxt, şəhər, ölkə də qarşısında D artiklı ilə istifadə olunur. Əmr cümləsindəki isim, məsələn, close the door please, zəhmət olmasa qapını örtün. Artıq burada biraz məntiqi cəhətdən yanaşsaq, qapını örtün deyirəmsə, söhbətin hansı qapıdan getdiyi artıq bizə məlumdur. Bu səbəbdən də qarşısında D artiklı yazılmalıdır. Vasitəsiz nitqdəki müəllif sözləri. Vasitəsiz nitq dedikdə bu zaman artıq mənə məlum olan bir şəxsin sözlərini deyirəm. Məsələn, qadın dedi ki, kişi sizi həyətdə gözləyir. Buradakı qadın artıq mənə məlumdur ki, mən onun sözlərini burada bildirmişəm. Bu səbəbdən də qarşısında D artiklının olması mütləqdir. Təşkilat və müəssisə adları ilə, məşhur tarixi tikililərlə, yəni qala, muzey, abidə, məşhur tarixi hadisə və dövr adları ilə D artiklı istifadə olunmalıdır. Çünki göründüyü kimi hər biri tək bir hissəni bildirir, tək varlığı, tək hadisəni, tək abidəni, hər birində bir təklik, müəyyənlik məzmunu var. Artikl işlədilməyən hallar, insanlar və yaxud da əşyalar haqqında
Ümumilikdə, ümumi mənada danışdıqda bu zaman artikla ehtiyac yoxdur. Məsələn, mən deyirəm ki, I love flowers. Mən gülləri sevirəm. Yəni dəqiq hansı gülləri xoşladığım verilməyib. Ümumi olaraqdan gülləri xoşladığım qeyd olunub. Tək ada adlarından əvvəl. Əvvəlki slaytların birində xüsusi qeyd eləmişdim ki, ada qrupları ilə, yəni adalar çox olarsa, bu zaman qarşısında the artiklının olması mütləqdir. Lakin tək ada olduğu təqdirdə isə heç bir artikla ehtiyac yoxdur. Həmçinin tək dağ zirvələrindən əvvəl. Əvvəlki slaytda qeyd etmişdik ki, dağ silsilələri ilə the article istifadə olunur, lakin burada qeyd edirik ki, tək dağ zirvəsi olduqda heç bir article istifadə olunmur. Bunu belə yadımızda saxlaya bilərik ki, tək dağdırsa və yaxud da tək adadırsa, heç nəyə ehtiyacı yoxdur. Adı üstündə təkdir. Bu səbəbdən də heç bir artikla ehtiyacı yoxdur. İdman və oyun adlarından əvvəl, elm və fən adlarından əvvəl, yemək adlarından əvvəl, şəxs adlarından əvvəl, ölkə və şəhər adlarından əvvəl heç bir artikla ehtiyac yoxdur. Ölkələrlə, şəhərlərlə birlikdə ştat, region, qida adlarından əvvəl də heç bir artikl yazılmır. Most sözündən sonra isim gələrsə, bu zaman çoxu, əksəriyyəti mənasında istifadə olunur və heç bir artikla ehtiyac olmur. Lakin most sözündən sonra sifət gələrsə, üstünlük dərəcəsi ilə birlikdə the article istifadə olunduğu üçün qarşısında the article-nın yazılması mütləqdir. İsmin qarşısında miqdar sayı gələrsə, bu zaman heç bir artikl yazılmır. İsim qarşısında işarə əvəzliyi, yiyəlik əvəzliyi və yaxud da yiyəlik halında olan isim olduğu təqdirdə bunlardan sonra heç bir artikl yazılmır. Bir növ belə düşünə bilərik ki, ismin qarşısında artıq təyin istifadə olunub. Yəni işarə əvəzliyi, yiyəlik əvəzliyi, eləcə də yiyəlik halında olan isim onsuz da artıq bir təyindir. İkinci bir təyinə burada bizim artıq ehtiyacımız yoxdur. By sözünüsü ilə işlənən nəqliyyat vasitələrindən əvvəl. Burada məsələn maşınla, avtobusla, gəmi ilə, təyyarə ilə, yəni nəqliyyat vasitəsi ilə getdiyini bildirmək üçün heç bir artikl istifadə olunmur. Lakin in the car, on the ship, in a taxi bunlarda da eyni şəkildə getdiyi bəllidir. Yəni maşınla gedir, gəmi ilə gedir və yaxud da taksi ilə gedir. Lakin by yox, in, on istifadə olunduğu üçün qarşısında D artiklı istifadə olunmalıdır. Yalnız by'dan sonra heç bir artikl istifadə olunmur. Amma by yanında mənasında istifadə olunarsa, məsələn, taksinin yanında, maşının yanında, bu zaman D artiklı qəbul etməlidir. Biz əvvəlki slaytlarda qeyd etdik ki, what ilə başlayan nida cümlələrində istifadə olunur an artiklı. Lakin əgər isim sayıla bilməyən və yaxud da elə sayıla bilən cəm isimdirsə, bu zaman əlbəttə ki, qarşısında heç bir artikl olmamalıdır. Information sayıla bilməyəndir, monkeys cəmdədir. Heç bir artikla ehtiyacım yoxdur. No və neither inkar əvəzliklərindən sonra, eləcə də some və any qeyri-müəyyən əvəzliklərindən sonra artikla ehtiyac yoxdur. Bu da bir növ təyin kimi çıxış edir və ikinci bir təyinə ehtiyacım yoxdur. Küçə, meydan, park adlarından əvvəl. Normalda artikl istifadə olunmur. İstisna hallar the high street, the strand, the green park. Zərfin üstünlük dərəcəsi. Biz sifətin üstünlük dərəcəsində D artiklının yazılmasının mütləq olduğunu vurğulamışıq. Lakin zərfin üstünlük dərəcəsində isə bu zaman heç bir artikl istifadə olunmur. Növbəti dərslərimizdə detallı keçəcəyik. Zərf və yaxud da sifətin olmasını belə bilə bilərik ki, sifət isimlə qabaq gəlir. Zərf isə feildən sonra gəlir. Runs qaçmaq feil olduğu üçün və feildən sonra gəldikdə isə bu zaman zərf olur. Dillər language məsələsinə toxunmuşduq. Ya hər ikisi də olmalıdır, ya da heç birisi olmamalıdır. Bəzi yer bildirən sözlərimiz var ki, burada ikili məqam var. Əgər kimisə görməyə həmin o yerə gediriksə, bu zaman qarşısında the artiklı yazılmalıdır. Yox, əgər işləməyə, yəni gündəlik olaraqdan hər gün getdiyimiz yer kimi gediriksə, bu zaman artikl istifadə olunmur. Bu sözlərimiz ekranda daha detallı formada verilib. Ay adlarından əvvəl, həftə günlərindən əvvəl, fəsil adlarından əvvəl artikl istifadə olunmur. Play sözü oyunlarla işləndikdə heç bir artikla ehtiyac yoxdur. Əvvəlki slaytlarda da qeyd etmişdik ki, oyun adlarından əvvəl artikl yazılmır. Lakin musiqi alətlərindən əvvəl isə artikl mütləq yazılmalıdır. Körpülərlə də artikl olmur. Professor, doctor, princess, queen, president kimi sözlərin yanında əgər adı verilibsə, the artikl istifadə olunmur. Biz qeyd etmişdik ki, adlarla birlikdə artikl istifadə olunur. Əslində burada da ad verildiyi üçün mən artiklı yaza bilmərəm. Lakin adı verilməyibsə,
Bu zaman D artiklı istifadə olunmalıdır. Məsələn, The Queen of England. Burada artıq söhbət bir və məlum olan şəxsdən getdiyi üçün D artiklı mütləq yazılmalıdır. Parkların yanında adı verilibsə D artiklı istifadə olunmur. Lakin ad yoxdursa yazılmalıdır. Həmçinin hava limanları da bu şəkildədir. Eləcə də vağzal adları da bu formada gedir. Adı yoxdursa D artiklı istifadə olunur. Növbəti dərsimizin sonuna gəldik. Artikl mövzusunu detallı formada oxuduqdan sonra praktika edərəkdən yazmağa çalışın. Bu mövzuyla bağlı nə qədər çox test işləsəniz, testləri işləyərəkdən daha yaxşı yadınızda saxlayacaqsınız. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, eləcə də kanala abunə olmağı unutmayın. Dərslərimizlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.